Ölkə ərazisində martın 22-sində qeyri-sabit yağıntılı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı proqnozlaşdırılır. Bu haqda Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edək ki, martın 18-dən 19-na keçən gecədən başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib. Havanın temperaturunun keçən günlərlə müqayisədə 10-15 dərəcə enib. Əlavə edək ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti martın 24-ədək davam edəcək. Bakıda və Abşeron yarımadasında martın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, tutulacağı, gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı olacaq. Gündüz əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-7 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacaq. Atmosfer təzyiqi 7 mm civə sütunu olacaq. Nisbi rütubət 7-8% olacaq. Sabah Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3-7 dərəcə isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə, şaxta gündüz 0-5 dərəcə isti olacaq.